Gündüzlər asayişi qoruyan nümunəvi bir polis, gecələr isə şəhəri qana bulayan bir canavar. Sizcə bir insan eyni anda həm qanun, həm də ölümün özü ola bilərmi? Bura Sibirdir. 1990-cı illər. Meşəliklərdən bir-birinin ardınca dəhşətli şəkildə öldürülmüş qadın cəsədləri tapılır. Şəhərdə böyük xaos var. Hər kəs qatil axtarır. Amma heç kimin ağlına gəlmir ki, o qatil hər sabah cinayət yerinə gəlib araşdırma aparan polis leytenantı Mikhail Popkovdur. Popkov ikiqat həyat yaşayırdı. Gecələr xidməti maşını və polis forması ilə küçəyə çıxır, tək qalan qadınları evlərinə aparmaq adı ilə aldadıb maşına mindirirdi. Peşəkar polis olduğu üçün arxasında heç bir iz qoymurdu. İllər sonra tutulanda nə desə yaxşıdır. Mən qatil deyiləm. Cəmiyyəti pis vərdişləri olan qadınlardan təmizləyəcəyəm. Amma cinayət yerdə qalmır. 2012-ci ildə 3500 polisin cəlb olunduğu kütləvi DNT testi hər şeyi ortaya çıxardı. Popkov rəsmən 83 qətldə təqsirli bilindi. Bu rəqəmlə o, Çikatilonu da geridə qoyaraq ölkə tarixinin ən çox adam öldürən manyakına çevrildi. Hazırda o, Rusiyanın ən amansız həbsxanası olan Qara Delfində ömürlük cəza alır və ən qorxulusu odur ki, o hələ də yeni qətillər etiraf etməyə davam edir. Real qurbanların sayı bəlkə də 100-dən çoxdur. Bəs siz bu cinayət barədə nə düşünürsünüz? Rəylərdə yazın. Hörmətli izləyicilər, Azərbaycan tarixində baş verən ən qanlı həbsxana qiyamı ilə bağlı videonu Cinayət Dosyası YouTube kanalında izləyə bilərsiniz.